Xırdalanda ən yaxşı dönərin yerini axtarırdım. Dedilər bura açılandan digər məkanlar kölgədə qalıb. Ona görə müştərisi çoxdur, yəni. Qiymət baha olanda kim gələcək bura? Başa düşdün nətər? Bura mərkəzdə yerləşən Ağadayı restoranıdır. İkinci mərtəbəsi sırf ailələr üçün nəzərdə tutulub. Burada ən maraqlısı İskəndər dönərin qiyməti oldu. İskəndərin məkanı olaraq bilinir də bura. İskəndər toyuq 8 manat, ət İskəndər 9 manat 80 qəpik. Bakıdan ən azı 2 dəfə ucuz satılan İskəndər dönərin dadı da adamın üstü Allah var çox əla idi. Nə dadlıdır? Buranın çox dadlıdır. Məkanda sərfəli kabab setləri də var. Nə bilim, qanat seti, ciyər seti, qarışıq kabab seti. Qarışıq kabab və ciyər seti düyü, tərəvəz kababları, məzə və salatları, ayranı və ləzzətli kababları ilə birgə servis edilir. 4 nəfərlikdir. Qarışıq kabab setinin qiyməti 27-28 manatdır. Ciyər seti isə cəmi 22 manatdır. Sırf ciyərə görə bura gələcəklər. Ciyərli olanlar. Kabablar bir yana, bura Xırdalanda dönərin ən ləzzətli verildiyi yerlərdən biridir. Buna həm özüm, həm də Xırdalan sakini olan dönərşünas əmoğlu Çingiz də Allah şahidi. Siz də yoxlamısınızsa fikirlərinizi bölüşün. Xırdalanın ən yaxşı dönəri harda verilir? Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.